Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində axtarışda olan şəxslərin gizləndikləri mənzilə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib. Oxu24.com məlumat verir ki, bu haqda Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib. Xəbərə görə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan vətəndaşlar 1987-ci il təvəllüdlü Nəcəxanov Anar Abdullaoğlu və 1985-ci il təvəllüdlü Əliyev Əhməd Fərhadoğlunun Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən olunub və mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə məlumat verilib. Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin xilasediciləri çağırış üzrə cəlb edilib. Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən tutulublar.